Bakıda kütləvi dava zamanı özünə xəsarət yetirmək istəyən həbs olunub. Lentazın məlumatına görə, hadisə gecə saat 3 radələrində Nizami rayonu 8-ci kilometr qəsəbəsində eyni adlı ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, 54 yaşlı kişi dava zamanı paltarını soyunaraq özünə xəsarət yetirməyə çalışıb. Bu zaman polis əməkdaşları onu saxlayaraq şöbəyə aparıblar və barəsində inzibati protokol tərtib olunub. Saxlanılan kişinin sözlərinə görə, oğlu ilə başqa şəxslər arasında dava olub. Bu zaman oğlunu sakitləşdirmək üçün həmin yerə gəlib. Məlumata görə polis əməkdaşları bir qrup şəxsin toplaşaraq ucadan nalayiq ifadələr səsləndirdiyini görüblər. Davaya müdaxilə edib irad bildirərkən onlar tabe olmayıblar. Bu zaman oğlu atasına özünü doğra deyə qışqırıb. Bununla güya polisin qanuni fəaliyyətinə mane olmaq və saxlanılmasının qarşısını almaq istəyib. Polis əməkdaşları çevik davranaraq onun bu əməlinin qarşısını alıblar. Ata və oğul saxlanılaraq polis şöbəsinə aparılıblar. Nizami rayon məhkəməsinin qərarı ilə onlar barəsində 8 gün müddətinə inzibati həbs cəzası verilib.